Ben buradan dostlar bir şey demək istəyirəm. Elçin Quliyev, Səhra Qoşunlarının komandanlığı. Onun tabiçiliyində olan bir gizir əlində bilinmir nə partlayıb. Hələ bu günə qədər bu şey açılmayıb. Bir şey partlayıb. Zəlzələdən vəlvələdən bu körpə bala 23 yaşında bir oğlan şəhid olub. Elçin Quliyevin birbaşa borcudur. Birbaşa ha. Boynunun borcudur. Yəni Elçin Quliyev elə belə çəkib qıraqda durmamalıdır. İstər də onun orada oturan o heç bir şeyləri olmayan, peşəkarlığı olmayan o generalları var ha, yığıb ora. Hər öz şoferin gətirib orada bir general eləyibdir. Hər öz evinə bazarlıq eləyən gətirib orada general zvaniyası veribdir. Oturdub orada. Mən Allah qoysa bu Səhra Qoşunları ilə bağlı İnşallah onların generalları ilə bağlı bir araşdırma aparıram. O generalları bir hamısı mən sizə təqdim edəcəm ki, Müdafiə Nazirliyindən daha çox general var Səhra Qoşunlarında. Xeyr ola. Kimdir bu generallar? 30 yaşında, 35 yaşında general necə alıblar? Hansı işi görüblər? Müharibədə iştirak ediblərmi? Eləyiblərsə hansı şücaəti göstəriblər ki, general rütbəsi alıblar? Yoxsa mənim evimə bazarlıq eləyirsən, sən bir dənə general rütbəsi verirəm. Bu nə deməkdir? Haradır bura? Biri müğənniyə verir, biri katibəsinə verir, biri evinə bazarlıq eləyənə verir. Hər kəsin villaları, hər kəsin evləri. Elçin Quliyevin yaxın adamı orada partlasaydı, ona şəhidlik statusu verəcəkdirlərmi, verməyəcəkdirlər? Verəcəkdirlər. Verəcəkdirsən, niyə sən bu uşağa, əskərə şəhidlik statusu vermirsən? Niyə verməməlisən? Bir müğənni orada gəlib bir mahnı oxuyub, medal alıb, veteranlıq qınçqasını aylıq səndən məvacib ala bilir. Bunu təbii ki, bu şeyə aid deyil. Səhra Qoşunlarına da. Bu indi o videonu indi paylaş, Elnur hazırlayır. O videonu mən verəcəm indi. Amma əlində bilinməyən nəsə partlayan bir uşaq şəhidlik statusu ala bilmir. Xeyr ola. Niyə ala bilmir? Niyə Səhra Qoşunlarında hər kəs kabinetdə oturanların ordeni də var, medalı da var, nə bilim, evi də var, villası da var, bağı da var, şəraiti də var, şirkəti də var, zavodu var, fabriki var. Onlar da bir-bir açacağım. Yavaş-yavaş hamısı gəlir əlimə. Amma sıradan bir zabitin nə evi var, nə eşiği var. Dünən onların deməli bir videosu paylaşdılar. Hərbi qospitalda. Səhra Qoşunların hərbi qospitalında. Açıq-açığına rüşvətxorluqdur. Açıq-açığına bazardır, bazar. Hər öz işin nədir? Hər özü bir dənə bazar açıb oturub orada, bazardan pul qazayla meyvə satır orada. Hələ bu şeylə, bu yönəticiliklə istəyir Elçin Quliyev gəlsin, Müdafiə Naziri olsun. Səhra Qoşunlarını nə bay elədiniz ki, gəlin Müdafiə Nazirində nə bay eləyəsiniz? Bir generalların adını sayacağım orada dostlar. Generalların adını sayacağım, baxın görün hələ. Hərbi məktəbi qutarmayan bir adam. Hərbi nədir? Bilməyən bir adam necə general olur? Necə gəlir? 5 il universitet oxumuş Səhra Qoşunlarının zabitinə rəhbərlik edir. Necə eləyə bilirlər bunu? Hansı qabiliyyətinə görə? Hansı savadına görə? Kimisə şoför olduğuna görəmi? Kimisə evinə bazarlıq elədiyinə mi görə? Kimisə papkasını daşıdığına görəmi? Necə olur bunlar? Aparırlar, təqdim edirlər, cənab prezident, bu adam vətənə xidmət edib, belədir, belədir. Prezidentə bir dənə qol çəkdirirlər orada. Bəli, ya Allah, getdi buna, 35 yaşında general, ya Allah. Hansı işi görürsən, sənə general veriblər? 1 deyil, 2 deyil, 3 deyil, 5 deyil. Hərbi şeylərin içərisində hamısının ən çox generalı olan qurum deməli Səhra Qoşunlarıdır. Və çox maraqlıdır ki, buradan istefa verən generalların heç biri Səhra Qoşunlarına uzaqlaşdırılmır. Hamısı Elçin Quliyevə müşavir gətirilir. Niyə qardaş? Səbəb nədir? Niyə müşavir gətirilir? Niyə bu generallar buraxılmır istefaya? Geçsin hərəsi öz işi ilə məşğul olsun da. Hələ bunların indi o təminata baxan bir generalları var. Bunlarla da bağlı bir açıqlama verəcəm. Bu generalın nəyi var görün bir. O birisi generalın birinin Şuvalanda, birinin Mərdəkanda, birinin Novxanada villaları var qardaş. Bunu çıxardaq baxaq görə 2500-3000 manat maaş almaqla bu generalı bildik. Aldatdınız prezidenti, aldınız generalı verdiniz. İndi baxaq görə bu 2500 maaşla bu
200-300 minlik villanı necə tikibdir? Ya sıradan bir adam deyəsən ki, getmişəm, vergi verməmişəm, amma ticarətlə məşğul olmuşam, alverçi olmuşam, pul qazanmışam, yavaş-yavaş 10 il, 15 il ev tikmişəm. Sən general olursan, generala qədər yürüdüyün yol var. 15 il, 15 ilə general olursan sən. Xeyr ola. Sən hansı işi gördün ki, 15 ilə general oldun? Çox maraqlıdır ki, səhrə qoşunları generalları müharibədə iştirak eləməyiblər. Müharibədə iştirak eləməyən adamlar hamısı bir-birinə general olurlar. Xeyr ola. Paxın da balası getməlidir, ölməlidir. Ona bir dənə təsəlli olaraq şəhidlik statusu vermədi, ona vermirsən. Hə, niyə? Ona 11.000 manat şəhidlik pulu verərsin. Utanmırıq heç biz. Heç xəzələt çəkmirik biz. Hə, buna 300 manat, 500 manat atasına şəhidlik pulu veriləcəkdir. Ondan yana biz özümüzü bu qədər adımızı batırırıq. 300 manatdan yana müğənniyə nağdı verəcəyik də 80 manat. Oxuduğuna görə. Mikrofon əlində şəhidlik statusu verirlər. Verirlər. Veteranlıq statusu verirlər. Sağlıq olsun, Allah qoysa bu Elçin Quliyevin özünün şəxsi kəndi ilə bağlı, taxıl zəmiləri ilə bağlı, fındıq bağları ilə bağlı, sahib olduğu mənzillərlə bağlı, istər Keşlədə, istər hərbi universitetin yanında olan, yüzlərlə kvadrata sahib olandılar bunlar. Xeyr ola. Şadlıq sarayı. Necə ola bilər? Bazar. Necə ola bilər bunlar? Nə ilə qazansınız siz bunları? Yalandan 2 dənə elan edirsiniz ki, Səhrətdə İrandan keçən narkotiki tutduq, dronu vurduq. Nə bilim, Səhrətdən keçən, dənizdən keçən siqareti tutduq. Budur sizin gördüyünüz iş. Və bu boyda satılan narkotik hardan gəlir? Nənəm gətirir onları. Babam gətirir. Kim gətirir bunları? Necə gətirir? Hansı yolla gətirirlər? Nə iş görürsünüz siz? Sağlıq olsun, inşallah bu qurumla bağlı mən indi açıq həm yazılar hazırlayıb, konkret faktlarla ölkə başçısına müraciət edəcəm ki, həm də Hesablama Palatasına ki, orada bir yoxlama aparılsın. Baxaq görək hələ, orada yeyilənlərin miqyası nə qədərdir? Müdafiə Nazirindən azdır yoxsa çoxdur? Onda açılacaq bu işlərin üstü.